Məsələlər həm yaxşı, həm də pis həll olunur. Həyat davam edirdi. Günlər getdikcə gözəlləşir, qraf əriyib gedir, mən qəddarlığımla Qrandoya göz yaşı tökdürür. Qrando isə hələlik dözürdü. Otto hörmət və məhəbbət dolu məktublar yazır. Bildiyi 3 dilin ən xoş sözlərini bu məktublara köçürürdü. Məktubları diqqətlə oxuyan hər kəs oradakı qəm-qüssəni duya bilərdi. Gülnar isə hissiyatlı deyildi və onları duymurdu. Lakin günlərin birində ifadəsini yazıçıların çoxu işlətməli olur, hiss etdik ki, Ottodan xeyli vaxt məktub gəlmir. Son məktubunu Moskvadan yazdığına görə adətən biveclik edən Gülnarın özü də narahat olmağa başladı. Bir aylıq fasilədən sonra Ottonun həmkarlarından biri xəbər verdi ki, o qeyri-qanuni alverə görə həbs edilib. Xəbər gətirən həm də bildirmişdi ki, Ottonun vəziyyəti çox ciddidir. Gülnar səmimi göz yaşları axıtdısa da, sonra gözlərini tez qurulayıb Monforjeyə hücuma hazırlaşmağa başladı. O istəyirdi ki, qraf tezliklə ona öz qəlbini açsın. Buna necə nail olmağı Gülnar hələ planlaşdırmamışdı. Amma bilirdi ki, məsələni çox uzatmaq olmaz. Otto gedəndən sonra onun pərəstişkarları ged-gələ başlamışdısa da, özünü pərəstişkar kimi deyil, adi bir dost kimi aparmağa çalışırdı. Çalışırdısa da, əsl pərəstişkar olduğu bütün hərəkətlərindən duyulurdu. Gülnarın hörmətə layiq qadın olduğuna inanandan sonra qraf ona elə dərin hörmətlə müraciət edirdi ki, elə bil rahibəyə müraciət edirdi. Jeromun özü də bəzən təklikdə zarafatla Gülnara "Hörmətli Gülnar" deyə müraciət edirdi. Hörmətli Gülnar isə qrafın məhəbbətinə hörmətlə qarışmasına sevinirdi. O deyirdi ki, qraf qəm-qüssədən arıqlayıb, əvvəlki şuxluğunu itirib. Jeromla mənə isə elə gəlirdi ki, Gülnar biraz kökəlib. Belə çıxırdı ki, qrafın itirdiyini Gülnar qazanıb. Qraf doğrudan da zəiflənmiş, əvvəlki şuxluğunu biraz itirmişdi. O anlamışdı ki, Gülnarın məşuqu ola bilməyəcək. Gülnara sahib olmaq üçün ona evlənmək təklif etməlidir. Belə etməsə, İlk andan məftun olduğu Gülnarı heç vaxt qolları arasına ala bilməyəcək. Onun cəzb edici dodaqlarından öpə bilməyəcək. Qrafın nəsil ənənəsi onların arasında Çin səddinə dönmüşdü. Belə vəziyyətdən çıxmaq üçün qraf ya öz çarına qəsd etməli, ya da Gülnardan həmişəlik aralanmalı idi. Esseridə Ottonun başına gələn faciədən xəbərsiz idi. Gülnar bizə tapşırmışdı ki, bu xəbəri ona çatdırmayaq. İstəmirdi ki, qrafın məşuq olmaq ümidi artsın. Hərdən qəribə bir arzuya düşürəm. İstəyirəm ki, maraqlandığım bir adamın beyninə daxil ola bilim və onun bütün arzularını, fikirlərini, doğulma, yetişmə tarixini, hər cəhətini öyrənə bilim. Mən nağıllardakı kimi gözə görünməz olub, adamların ən intim sirlərini, pis əməllərini öyrənmək arzusuna heç vaxt düşməmişəm. Adamın beyninə sirayət edib, onun düşüncə tərzini öyrənmək başqa şeydir. İndi mən Monforjenin beyninə girib, onun fikirlərini, özü ilə qohumları arasındakı mübarizəni, arzu və şübhələrini, Gülnarı, yaxud anasını seçməkdəki tərəddüdünü öyrənmək istəyirdim. Sonu görünməyən bu çətin günlərdə onun nələr çəkdiyini bilmək istəyirdim. Aradakı səddi dağıtmaq üçün o hansı alətdən istifadə etmək fikrində idi? Belə bir alət bəlkə də heç kəşf olunmayıb. Həyatdakı bütün hadisələrin sonu olduğu kimi bu əhvalatın da sonu yaxınlaşırdı və bəzi müəlliflər kimi məni də uzunçuluqda günahlandıranlar tapılacaq. Yadınızdadırsa, bir dəfə Jerom Gülnarı milyonlarla gənc qadının düşdüyü bir arzudan çəkindirməyə çalışmışdı. Həmin arzu ilə gənc qadınlar çox yaraşıqlı, var dövlətli bir gəncin onlara aşiq olub evlənmək təklif edəcəyi günü gözləyirlər. Bibim qızı bəxt və xoşbəxtlik gətirən
ulduzun işığında doğulmuşdu və özünün arzusunu xəyal deyil, adi bir həqiqət sayırdı. Həmin həqiqət isə günlərin birində Saint Honore bulvarında vitrinlərə baxa-baxa gəzintiyi vaxt üzə çıxdı. Gülnar Hermes mağazasının vitrini qarşısında durmuşdu. Hamımız yaxşı bilirik ki, məşhur mağazaların gözəl vitrinləri imkansız gənc qadınların sıxıntı yeridir. Gülnar da belə bir vitrin qarşısında dayanıb, timsah dərisindən tikilmiş gözəl bir çantaya tamaşa edirdi. Belə bir çanta gəzdirmək Avropada, ələxüsus Fransada üstün bir cəhət sayılırdı. Gülnar həmin çantanı alıb-almamaq fikri üzərində baş sındırırdı. Əlindəki adi maşın çantasında olan pul çekləri bu çantanı almağa imkan verərdi. Elə bil, çanta onu ofsumlamışdı. Alım ya almayım. Otto'nun qoyub getdiyi pul Gülnarın 2 illik xərcinə bəs edərdi. Lakin o tərəddüd edirdi. Adətən insanı gündüzün dözülməz yeknəsəkliyindən gecənin xülyası xilas edir. Həmin anda isə xülyanın özü həyata qovuşdu. Bütün gənc qadınların yuxuda gördüyü boy-buxunlu gənc oğlan, yaraşıqlı şahzadə, gözəl çantaya aludə olmuş Gülnara tamaşa edirdi. Gülnarın bütün diqqəti çantaya yönəlmiş olsa da, kiminsə kənardan ona baxdığını hiss etdi. Dönüb baxanda uca boy, yaraşıqlı oğlanı gördü. Oğlanın gözlərindən, təbəssümündən, bütün vücudundan alicənablıq yağırdı. O, Amerika ləhcəli ingilis dilində soruşdu. Əminəm ki, ingiliscə danışırsınız. Gülnar aylardan bəri təkmilləşdirdiyi ingilis dilindəcə cavab verdi. Əlbəttə danışıram. Bu gözəl nağılın başladığı vaxt Qraf Montforje özünün Saint-Germaindəki iqamətgahında götür-qoy edirdi və bir neçə gün sonra əhvalatdan xəbər tutanda çox gecikmişdi. Çünki elə həmin gün Gülnar John Fitzgerald Kennedy'nin restorana dəvətini qəbul etdi, ertəsi gün onun məşuqəsi oldu, sonrası gün isə nişanlandı. Nişan üzüyü Cartier mağazasından alınmışdı. Montforje də bəlalı daşqaşı həmin mağazadan almışdı. Sonra Kennedy'nin katibi toy üçün, həqiqi toy mərasimi üçün lazımı sənədlər toplamalı olmuşdu. Məlum məsələdir ki, söhbət gələcək prezident Kennedy'dən getmir. Həmin vaxt o yəqin ki, dayəsinin əlindən tutub gəzirdi. Söhbət Persil Mark Tadden adlı çox yaraşıqlı və məşhur Kennedy'yə çox bənzəyən bir oğlandan gedir. 40 il sonra prezident Kennedy'ni görəndə mən mat qalmışdım. Onun bədən quruluşu, saçının rəngi və forması, çox məlahətli təbəssümü, gözlərinin rəngi, ağzının quruluşu və başqa cəhətləri Mark Tandon'a çox oxşayırdı. Bəli, Mark Tandon çox yaraşıqlı və mehriban idi. Nişan üzüyünü mən bir gün sonra gördüm. Çox gözəl üzü idi, su damcısına bənzər, iri, şəffaf, brilyant qaşı əlvan rənglərlə bərq vururdu. Percy McTandon'da Gülnar da sevinç içində idilər. Gülnarın sevincinin bir hissəsi də yəqin ki, yöndəmsiz Montforje'nin pis vəziyyətdə qalmasına görə idi. Bu qraf Səlahəddin nəslindən olan qızın necə bir qız olduğunu duyacaq və öz kafir, ürəyində yatağan qılıncın ağrısını duyacaqdı. McTandon bizim üçümüzə, Gülnara, Jeroma və mənə təklif etdi ki, nişanı əvvəl bizim evdə, sonra isə gecə klublarından birində, imkan olsa Rus klubunda bayram edək. Gülnar üçün qələbə axşamı, mənim üçün isə üzüntü anları sayılan həmin axşamın bütün əhvalatları yadımdadır. Nahardan sonra Gülnarla mən paltarlarımızı dəyişdik. Gülnar ona yaxşı yaraşan ağ donunu, mən isə tünd qırmızı paltarımı geydim. Mən taleyin acığına qırmızı geyinmişdim. Çünki Gülnar məndən ayrılacaqdı, mən tək qalacaqdım. Talelərimiz arasında böyük uçurum olsa da, həyatımızın onsuz daha da ağırlaşacağını hiss edirdim. Hər halda tək əzab çəkməkdənsə, onun yanında əzab çəkməyim yaxşı idi.
Əl çantamı dəyişərkən yadıma düşdü ki, sahə poçtu ilə Grandodan təzə məktub almışam. Elə məktubun üstündəki yazıdan da onun üzücü səliqə sahmanı duyulurdu. Məktubu oxumağa vaxt tapmasam da məzmununu təxminən bilirdim. Bilirdim ki, gələn dəfə onun yanına hansı qatarla gəlməli olduğumu bildirir və bir-iki başqa göstəriş verir. Məktubu açıb oxumaq istədiyim vaxt Gülnar otağa girib məni tələsdirdi. Mən də məktubu qırmızı çantama qoyub çıxmalı oldum. Fikirləşdim ki, arada imkan tapıb oxuyaram. Paltarının ağ rəngi Gülnarın gözəl dərisinə, zil qara saçlarına, al-qırmızı dodaqlarına da əlavə gözəllik verirdi. O əlini mehriban bir tərzdə mənə uzatmışdı. Üzüyünün qaşı xoşbəxtlik ulduzu kimi göz qamaşdırırdı. "Sən necə də gözəlsən Gülnar," dedim. Və ürəyimə paxıllıq, qısqanclıq doldu. Kaş onun yerində olaydım. Axı niyə mən onun kimi deyiləm? Əgər Allah mövcuddursa, nə üçün belə bölgü yaradıb? Bəlkə o insanları ələ salıb oynadır? Belə suallar tez-tez ağlıma gəlirdi. Mən onları özümdən uzaq edib unutmağa çalışsam da, bu murdar, zəhərli sözlər yenə dilimə gəlirdi. Gülnar dedi, "Mən çox xoşbəxtəm. Heç inanmıram ki, insan bu dərəcədə xoşbəxt ola bilər." Persi elə xoşuma gəlib ki, o qoca aristokrat tamam gözümdən düşüb. Rədd olsun onun rütbəsi. Doğrudan da Maktandellə müqayisədə 10 nəsildən bəri zadəgan sayılan qraf öz sambalını itirirdi. Onun ədalı görkəmini gənc Amerikalının sərbəst, yığcam, şən görkəmi ilə müqayisə etdikdə isə qraf lap gülünc görünürdü. Mənə elə gəlir ki, ömrüm boyu Maktanden kimi xoşbəxt görünən ikinci bir adam görməmişəm. Makı tanıdığım müddətdə elə bir an olmadı ki, onu xoş təbəssümlə və şirin gülüşsüz görüm. Xoşbəxtlik üçün lazım olan hər şey vardı. Gənclik, gözəllik, sağlamlıq, güclü şuur və var-dövlət. Var-dövləti atası qazanmışdı. Milyonlarla adamın həvəslə aldığı kimyəvi bir dərmanın kəşfindən sonra kimyagər ata böyük sərvət sahibi olubmuş. Mən sonralar da hər cür imkana malik adamlar görmüşdüm, amma onlar xoşbəxt deyildilər. Maktanden həm ağıllı, həm də savadlı. O çox şeyi bilir, incəsənətə ciddi maraq göstərir, gözəlliyi tez sezir, ətrafdakılara qayğı göstərirdi. Mən ona vurulmuşdum. Allaha şükür ki, biraz vurulmuşdum. Elə bu biraz da kifayət edərdi ki, əzab çəkim. Bu gözəl oğlana qulaq asanda, onu görəndə həyəcan keçirirdim. O isə Gülnara məftun olmaqla yanaşı, mənə də xoş münasibət göstərməyi bacarırdı. O da mənə Otto kimi qayğı göstərirdi. Zavallı Otto yoxa çıxandan bəri heç bir təzə xəbər gəlmirdi. Bu da yaxşı əlamət deyildi. Görəsən, Gülnar onu yada salırdı mı? Hər halda adını dilinə gətirmirdi. Mən də onu yada salmaqdan ehtiyat edirdim. Maktanden mənimlə elə dostlaşmışdı ki, məni də Amerikaya aparacağını söyləyirdi. Mən etiraz edir və deyirdim ki, elə tək bir Qafqazlı xanımı da öz doğma Texasına aparmaqla hamını təəccübləndirə bilər. O fransız dilini kifayət qədər bilirdi və təəccüb sözünün əsas mənasını başa düşərək güldü, sonra dedi ki, təəccüblənən olmaz. Onun valideynləri yaxşı adamdırlar. Hər iki xanımı sevinclə qarşılayarlar. Ömürlərində sizin kimi xanımlar görməyiblər. Çox şad olarlar. Nişan gününün axşamı biraz gec də olsa Parisin ən tərifli gecə klublarından birinə gəldik. Bura adamla dolu idi. Şampan qədəhlərinin cingiltisi, qaraçı mahnılarının sədası, müxtəlif dillərdə deyilən sözlərin uğultusu bir-birinə qarışmışdı. Amma hər halda bizə yer tapdılar. Bütün gecə klublarında olduğu kimi burada da Rus mahnıları ara verəndə Amerika cazı işə düşür, adamlar rəqs edirdilər. Maktandenlə Gülnar tezcə rəqs meydançasına gedib nümunəvi cütə döndülər və o vaxt Hollivoodu şöhrətləndirən rəqslərə qoşuldular. Onlar bir-birini çox gözəl tamamlayırdılar.
Mak ucaboy sarışın, üz gözündən təbəssüm və xoşbəxtlik yağan bir oğlan, Gülnar isə egzotik gözəlliyi göz qamaşdıran ağ geyimli Paris gözəli idi. Hamı onlara heyranlıq və qibtə ilə baxırdı. Jeromla mən masa arxasından tərpənmirdik. O məni rəqsə dəvət etmirdi, çünki bu məsələni öz aramızda bir dəfəlik həll etmişdik. O pis rəqs edirdi. Mən isə belə hoqqabazlığı, arzulamadığım bir kişi ilə bədən-bədənə, nəfəs-nəfəsə fırlanmağı xoşlamırdım. Əgər cütlər bir-biri ilə yaxınlıq arzulayırlarsa, bunun başqa əlacı da var. Mənim bu fikrimə cavab olaraq Jerom belə demişdi. Siz məsələni sadələşdirirsiniz. Bəs insanın lap qədim zamanlardan ehtiyac duyduğu musiqi ritmi, bədən hissiyatı, hərəkət ifadələri nə olsun? Unutmayın ki, Davud Peyğəmbərin özü də rəqslə öz mistik sevincini ifadə edib. Mistik sevinç? Jerom hər bir məsələni böyük ustalıqla əsaslandırmağı bacarırdı, amma bəzən onun sübutları mənə əsassız görünürdü. Başqa rəqs edənlərə fikir verməyib, ancaq Makla Gülnara tamaşa etdiyim vaxt Jerom məndən soruşdu. Yaxşı, sizin Grando ilə həvəssiz məhəbbətiniz nə vəziyyətdədir? Bəzən fikirləşirəm ki, gərək sizi heç tanış etməyəydim. Təəssüflənməkdə biraz gecikmisiniz. Hansı məhəbbətdən danışırsınız? Sadəcə olaraq baş qarışdırırıq. Hə, bu axşam ondan bir məktub almışam, gərək oxuyam. Məktubu çantamdan çıxardım. Birdən-birə məktubu oxumaq həvəsim də artdı. Güman edirdim ki, başqalarının xoşbəxtliyinə həsədlə tamaşa etdiyim bir anda mənim özümə ünvanlanmış xoş sözlər oxuyacaqdım. Xoşbəxtliyi, xoş sözləri dünyanın bütün qızları az qala elə hamı arayır. Zərfi cırıb məktubu çıxartdım. Nəzakət naminə Jeromdan üzr istəyib oxumağa başladım. Əzizim, xətti səliqəli və yığcam idi. Bəlkə də bu məktubla sənə əzab verəcəyəm. Amma balaca zavallım. Bu, həm sənə, həm də mənə lazımdır. Biz daha birgə ola bilməyəcəyik. Xasiyyətimizdə, təhsilimizdə, zövqümüzdəki fərqlər hər gün üzə çıxır. Səni inandırıram ki, bizim keçirdiyimiz günləri ən gözəl xatirələr kimi saxlayacaq, səni həmişə sevinç hissi ilə yad edəcək və heç vaxt unutmayacağam. Səndən qüssə ilə ayrılan, sonra səliqəli düz bir xətlə onun adı yazılmışdı. Həmişə otaqda yandırıb mənə iylətdiyi erməni kağızlarının iyini verən bu vərəqi əlimdə tutub qalmışdım. Mənə ayrılıq sorağı gətirmiş bu məktubu 3 dəfə öz-özümə oxudum. Açıqca deyilirdi ki, o daha mənimlə görüşmək istəmir. Bir neçə sətir, bir neçə sözlə məni yarı bölürdü. Bəli, həmin anda mən onu sevirdim. Xəsisliyinə, tez-tez ağlamasına, hədsiz sentimentallığına baxmayaraq onu sevirdim. Sizə nə oldu? Xəstələndiniz? Nədir? Danışa bilmədiyimə görə başımı yerlədim. Mən hönkürüb ağlamamış bu məktub barədə danışa bilməzdim. Özümü toxtatmaq üçün xoşlamadığım şampandan bir qədər içdim. Jerom nə isə baş verdiyini duysa da, hörmət naminə danışmağımı təkid etmədi. Özünü elə apardı ki, güya hər şey öz qaydasındadır. Mən məktubu qatlayıb zərfə, zərfi isə qırmızı çantaya qoydum. Hər şeydən zəhləm getməyə başladı. Məktubu qoyduğum qırmızı çantama da, bürkülü, səsküylü zala da nifrət edirdim. Mən yenə içmək istəyirdim. Jeromun xidmət göstərmək istəmədiyini duyub, buzla dolu vedrəyə qoyulmuş ağır şampan şüşəsini qaldırıb qədəhimi doldururdum. Yüngül keflilik dərdimi daha da artırırdı. Özümün özümə yazığım gəlirdi. Tale necə də haqsızlıq edirdi. Gülnara səadət bəxş elədiyi bir anda mənə bədbəxtlik gətirirdi. Gülnarın barmağına gözəl nişan üzüyü taxıldığı gün mənə ayrılıq məktubu qismət edirdi.
Hiss edirdim ki, göz yaşları məni boğur və hönkürüb ağlamağıma az qalıb. Camaat içində ağlamamaq üçün durub arxaya, tualet tərəfə qaçdım. Yüksək irqdən olduğu duyulan, inqilabdan qaçmış yaşlı bir Rus şəhzadəsi səsküydən uzaq bir sakit yerdə xidmət edirdi. O məni hörmətlə salamladı, mən də qaçıb boş kabinələrdən birinə girdim. Oturub yerimi rahatlayan kimi göz yaşlarım elə sürətlə axdı ki, bir anın içində yaylığım tamam islandı. Sonra gözlərimin suyu yanaqlarıma, əllərimin üstünə, paltarıma, ağ döşəməyə damcıladı. Buradakı ağ döşəmə mənə başqa bir döşəməni xatırladırdı. Uşaq vaxtı evimizin beləcə ağ döşəməli balkonunda durub Xəzərə baxırdıq. Ora mənim sığınacaq yerim idi. İndi nə sığınacağım vardı, nə də o günlərim. Göz yaşlarım daha da gürlaşdı. Uşaqlıq xatirələrim məni çox kövrətdi. Bu xatirələri həm sevir, həm də onları lənətləyirdim. Elə Gülnarı da, Qrandonu da həm sevir, həm də onları lənətləyirdim. Qəlbimə girmiş hər kəs, hər şey birləşib mənə acı, uğursuzluq gətirmişdi. Necə yəni, ömrüm boyu arzularla yaşayasan, heç nəyə nail olmayasan? Elə məni yandıran da bu fikir idi. Mən hələ gənc idim. Uğursuzluğa dözmək çox çətin idi. Ümidə doğru uzatdığın əlin boş qaldığını, başqalarının böyük uğurlar qazandığı bir vaxtda öz uğursuzluğunu duymaq dözülməz idi. Ağır və ümidlərə son qoysan, həyatın nə mənası qalar axı? Belə ağır fikirlərlə yüklənib, həmin kabinədə nə qədər qalmışam görəsən. Adətən, vaxtın hesabına fikir verən olsam da, indi unutmuşdum ki, uzun müddət belə yoxa çıxmağım başqalarını nigaran qoya bilər. Şampan şərabı da məni xeyli kütləşdirmişdi. Belə vəziyyətdə mənə elə gəlirdi ki, ətrafımdakı saxsı lövhəciklərlə örtülmüş divarlar mənim taleyimi kənardan gələ biləcək yeni zərbələrdən qoruyur. Fikirləşirdim ki, burada nə qədər çox qalsam, bir o qədər yaxşıdır. Belə dumanlı fikirlər içərisində mürgülədiyim vaxt bayırda tələsik addım səsləri və tualetin əsilli nəcabətli nəzarətçisi ilə Gülnarın danışdığını eşitdim. Sonra kabinənin qapısı bərk-bərk döyüldüsə də Gülnara acığımı içimdə boğub səsimi çıxartmadım. Dünyanın sərvətlərini əlində toplamış, özünü mənim mühafizəçim kimi göstərən bu xanım qapını istədiyi qədər döyə bilərdi. Cavab verməyəcəkdim. Aç görüm, sən məni qorxuya salırsan. Şampanın və qüssənin gücündən məst olmuşdum. Döyülən qapının gürültüsü keyfliliyimi daha da artırırdı. Qapının o üzündə Gülnarla xidmətçi şahzadə qadının keçirdikləri həyəcan mənə ləzzət verirdi. Bir tərəfdə isə mən içəridən qapıya yapışdırılmış bir müraciət oxuyurdum. Müraciətdə xahiş olunurdu ki, istifadə etdiyimiz yerin təmizliyinə özümüzə layiq əməl edək. Burada mənim qana bulanmış meyidim qalsa, nə deyərdilər görəsən? Bu mənim Gülnarın toyuna qeyri-adi hədiyyəm olardı. Amma bütün istəklərim kimi bu istəyi də həyata keçirə bilməzdim. Gülnarın bayırda qışqırtısını eşitdim. Yəqin onun başına bir iş gəlib. Nə edim? Aman Allah, nə edim? Şahzadə qadın da Bože moy, deyə ona qoşulmuşdu. Bu dəfə istəyimə nail olmuşdum. Qoy Gülnar başa düşsün ki, Allah düzgün bölgü aparmayıb. Ona hər şeyi verdiyi halda mənə niskilli bir ömür verib. Kişiləri çağırmaq lazımdır. Qapını sındırmaq üçün güclü bir kişi lazımdır, deyə Gülnar qışqırdı. Mənim təsəvvürümə belə bir səhnəcik də gəlirdi. Güclü kişilər qapını elə bərk vururlar ki, qapı qırılıb mənə dəyir, yaralayır,
Mən ölürəm, qırmızı donum al qana boyanır. Nəhayət şuurum kefliyimə üstün gəldi. Bir təhər ayağa qalxıb qapını açdım və çölə çıxdım. Bayırdakı arvadların mənə necə təəccüblə baxdıqlarını da gördüm. Pırtlaşıq saçım üzümə tökülmüş, sel kimi axmış göz yaşlarım üzümün rənglərini bir-birinə qarışdırmışdı. Hələ üstəlik səndələyirdim də, yəqin ki, çox pis görkəmdə idim. Sənə nə olub belə, zavallı qızcığaz, deyə Gülnar üstümə cumdu. Heç ağlına da gəlmirdi ki, onun rəqs elədiyi vaxt mən təsəlli tapmaq üçün içkiyə qurşanmışdım. Onun səsindəki mehribanlıq məni yumşatdı. Kin küdurəti unudub, başımı onun çiyninə qoyaraq yenidən hönkürməyə başladım və sonra hıçqıra-hıçqıra dedim. Yadına düşürmü? Xəzərə açılan iri eyvanımız, bağdakı şeytan evi, qumluqdakı qayalar yadına düşürmü? Sənə nə olub axı? Bu cür xatirələrin gecə klubunun tualetində yada salınması onu təəccübləndirirdi. Səncə, biz orada qalıb nənələrimiz kimi çarşabla yaşasaydıq, daha xoşbəxt olmazdıqmı? Onda nə işlərdi çəkərdik, nə kişi axtarardıq, nə də azadlıq. Hərdən bir uşaq doğardıq, arvad məclisləri qurardıq, hamamda yığışardıq. Ax Gülnar, mən çox bədbəxtəm. Jérôme sənin bu sözlərini eşitsə, yaxşıca əylənər və ələ salardı. Gülnar çiynimdən tutub üzümə baxdı və nəhayət məsələnin nə yerdə olduğunu duydu. Sən keyflisən ki? Mən başımı buladım. Elə bil, bu hərəkətimdən də ürəyim bulandı və özümü əl-üzyana güclə çatdırdım. Əhvalatın ardını mənə sonradan danışdılar və maraqsız olduğuna görə sizə danışmağıma dəyməz.